Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yeni əməkdaşlıq sənədi təsdiqlənib. İlham Əliyev Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair anlaşma memorandumunun təsdiqlənməsi haqqında fərman imzalayıb. Sənədə əsasən tərəflər dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparacaq, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət xidmətlərinin səmərəliliyinin artırılması və innovativ idarəetmə modellərinin tətbiqi istiqamətində əməkdaşlığı genişləndirəcəklər. Memorandum həmçinin dövlət qurumları arasında bilik və təcrübə paylaşımını təşviq etməyi, müasir idarəetmə metodlarının tətbiqini və institusional inkişafı dəstəkləməyi nəzərdə tutur. Qeyd edək ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında son illərdə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf edir və yeni sənəd iki ölkə arasında dövlət idarəçiliyi sahəsində əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.